Mərci şorbasını bu üsulla hazırlasanız, əminəm ki, evdə hər kəs çox bəyənəcək. Təbii ki, istifadə etdiyim ərzaq ölçülərini videonun alt qismində qeyd etmişəm. Əvvəlcə soğança və tomat pastasını çox yaxşı qovururam. Qovrulduqdan sonra onu bir kənara qoyub, qazançaya 4 stəkan su əlavə edirəm. Daha sonra üzərinə 1 qaşıq bulyon, ədviyyat əlavə edirəm. Təbii ki, bu zövqə görədir. Suya əvvəlcədən yuyub doğradığım yerkökü və kartofu, yuduğum mərcini əlavə edib qaynamağa qoyuram. Artıq qaynamağa başladıqda soğançamı əlavə edib qarışdırıram. Bir neçə dəqiqə qaynadıqdan sonra blenderdən keçirirəm. Artıq üzərinə duz istiot əlavə edib 1-2 dəqiqə qaynamağını gözlədib və süfrəyə verirəm. Mərci şorbam hazırdır. Evdə hər kəs çox bəyəndi. Bəs siz necə hazırlayırsınız? Şərhlərdə görüşək. Bu tip videoların davamı üçün kanalıma abunə olmağı, videomu like etməyi unutmayın. Hələlik.